tanrısına çəki yatmazsın. Şimal kimi əri, bəzəklicə evi. Sənə dərdi var, ha? Sifətdəki darılka gibi. Az arvad alan qalıb kənarda, sən uçana qaçana macal vermirsən. Az qoymazsan, qaynatamla dərdləşəm, göydə pravsın. Sən bunun sözünə fikir vermə, bu Allahın qanmazıdır. Fikir! Yoldaş Qoşun, ana ilə belə rəftar etmək olmaz. Mən sübut edirəm, qanmaz o. Sən ki, məndən nə qanmaz deyirsən. Qanmazsan. Bəri ver görmə. Səni görüm sütün tutsağı yolasın. Mənəm qanmaz. Ay fırdı besin. Tapıldı. Şükür Allah'a tapıldı. Kim taptı? Ne taptı? Kuşluğunu ver, ağam kız taptı. Ha. Çok yaxşı. Al, bu senin muştuluğun. Yaxşı, de görüm kız kimlerdendi? Hı? Kız kimlerdendi? Bilmirəm. Adı ne? Kimin kızı? Bilmirəm. Selamun aleyküm. Salam aleyküm. Olmaz. Reis meşguldü. Axı. Ben de meşgulam. Zülümov dedi, kurtardı. Xeyr, qurtarmadı. Sən hələ Nərgiz xalanı yaxşı tanımırsan. Qəmisiyedir. Deputatdır. Yox, Yuxarıdan gelir. kolxozdan gəlib oğlunu axtarır. Ne? Pay at ona. Kolxozçu da deputat gibi danışır. İşe bir bak ha. Niye belə eğilmişsiniz, yoldaş Zülümov? Beliniz ağrıyır? Ben. Yaxşı, oturun, qulaq asın. Bu yoldaşlar oğullarını axtarırlar. Bəli. O bəlkə bizim tikintidə işləyir, ha? Bəli. Neyse, xahiş edirəm bu işlə məşğul olun. Onlara kömək edin. Oldu? Arxayın ol. Çox sağ olun. Gələk arvad. Sağ olun. Əhməd Əliyev şoför. Mən hazır. Sizin oğlunuz değil ki. Dalını oxu. Deməli oğlunuz değil. Buna bir kuş koyak. Əhməd Əliyev nömrə 2. Oxumağa gedir. Burada bir kuş. Əhməd Əliyev nömrə 3. Bu Əhməd azı 200% planı doldur. O yəqin bizim oğlumuzdur. Bax, bu bizim oğlumuzdur. Orada gözleyeyim, bu saat oğlunuz gelir. Alo? Kadro şöbəsidir. Aparatda yoldaş Zülümovdur. 3. sahədən Əhməd Əliyevi təcili göndərin yanıma. Ha? Yok. Dayan. İkinci sahəsində nə qədər Əhməd Əliyev var, hamısını yığışdırıb göndərin yanıma təcili. Bura bax! Uzun danışma ha! Yoldaş Mərdanzadanın əmridir! Kurtardı! Zülümov, Xeyr ola, məni niyə çağırmısan? Atan-anan gəlib səni görmək istəyirlər. nə boş danışırsan? Mənim atam-anam 40 il bundan əvvəl rəhmətə gedib yetim qalmışam. Sənə yanlış məlumat veriblər usta. Atan, anan sağ-salamatdırlar. Özləri də bu otaqda səni gözləyirlər. Sən nə danışırsan? Bırak dedim işime canım. Bırak millət eləmə. Bırak. Oğlunuz Əhməd Əliyev. Əhməd? Şirin, sənsən? Baş üstə. Ola, keçə ha. Oğlum orada kişmiş ki. Keç.
Ay keçi bu ehsan değil. Ay heyvanın biri. Değilim şerefsiz git. Heyvan sen senin atandır. Elimizden benim geçmeli vurma olmaz. Ay yoldaş bilirsen. Şabama. Tez ol gedek. Gedek. Yoldaş bilirsen benim Şabama. Kirevabada niye gelmişsiniz vatandaş? Yoldaş Nəsənli, valla heç mən özüm də bilmirəm nə üçün bura gəlmişəm. Mən hamama gedirdim, inanmırsan, bax. Senedlerin budur. Bəli. Yok. Sen böyle keleylerle bizi aldada bilmezsen. Düzünü de, çamadan senindir ya yok. Hey, ah! Reşit abi, at çamadanı. Açarı ver görüm. Şəmadan mənimdir, haçar məndə nə gəlir? Yoldaş Reşit abi çamadanı kır. Ben spekulyantları hemen şey böyle gördüm. İşleri çetine düşende değiller, benim değil ve selam. Geniş radyuslu karbonlu gaz. Oho, aydındır. Ela. Damla Eller getir. yuxarı. Düş qabağıma. Yoldaş Nəsənli, mənim taxsirim Apar, apar. Mən nə işə düşdüm? Yeri. Taxsirim nə bax? Atom bombası eşitmişik. Hidrogen bombası da eşitmişik. Amma karbon bombası birinci dəfədir ki eşidirəm yoldaş serjant. Yəqin bu təzə şeydir. Ay Məhəmməd. Oy. Məhəmməd. Ay Məhəmməd. Oy. Məhəmməd. Huy. Məhəmməd. Məhəmməd. Can Məhəmməd, can! Məhəmməd. Toyuq qızartmışam. Gəl gedək yeyək. Toyuq, fermadandır. Boy. Nə danışırsan? Yox, öz həyətimdəndir. Hə, onda yeyərəm. Züleyxa, mən bilmirəm sənin kimi qadınlar olmasaydı, kişilər necə yaşaya bilərdi? İşləri körləyən eşqdir. Elədir. Eşq barəsində o qədər danışırlar ki, ucu bucağı yoxdur. Məhəmmədcan, Can, sən də gedirsən? Yoxsa qalırsan kəndimizdə? qalıram Züleyxacan. Bəli. Cüce demək istədim. Sən mənim cücəmsən. Sən mənim fərəmsən. Züleyxa.